Hamıya salam, əziz YouTube istifadəçiləri, necəsiz? Ümid edirəm ki, hər kəs yaxşıdır. Bugün sizlərlə birlikdə gözəl bir səhər süfrəsi açacağıq. Bu aldıqlarım ümumi 10 manat 30 qəpik təşkil elədi. Daha sonra isə 50 qəpiklik pomidor, 50 qəpiklik xiyar, 1 manatlıq kartof və 1 manatlıq yumurta aldım. Ümumi 13 manat pulum çıxmış oldu. Görək 13 manata gözəl bir səhər süfrəsi aça biləcəyikmi? Siz nə düşünürsünüz? Kartoflarımı soyub, doğrayıb, bir qazana əlavə edirəm və üzərinə su töküb qaynamağa qoyuram. Yumurtalarımı da qaynamağa qoydum. Kartofum bişəndən sonra gördüyünüz şəkildə əzdim və üzərinə duz əlavə elədim. İstiot da əlavə etmək olar zövqə görə. Daha sonra keçirəm pomidor yumurta hazırlamağa. Artıq burada isə işin ən əyləncəli hissəsinə gəlib çatmışam. Beləliklə videomuzun sonuna yaxınlaşmış olduq. İzlədiyiniz üçün hər kəsə təşəkkür eləyirəm. Bəyənməyi, rəy yazmağı, abunə olmağı əsirgəməsəniz çox sevinərəm. Öncədən təşəkkür eləyirəm. Yeni videolarda görüşmək üzərə. Sağ olun, sağlıqla qalın.